tərkib kimi götürməyəcəyik. Deyək ki, 2 dənə belə bir cümlə çıxır qarşımıza. Biz kəndə çatanda yağış başladı. Bir də bu var. Biz kəndə çatanda çox yorulmuşduq. Biz kəlməsini görən kimi cümlədə onu ayrıq mübtada götürməyə gərək yoxdur. Cümləni tam oxumaq lazımdır. Bax, başladı nə? Yağış. Demək ki, biz türklər demiş, piyasadan çıxdı. Nə olacaq? Nə zaman başladı? Biz kəndə çatanda. Feili bağlama tərkibi cümlənin zaman zərfliyi. Bir də baxırıq. Yorulmuşduq. Kim? Biz. Baxın, artıq mübtada və xəbər meydana çıxdığı üçün biz yerdə qalanlara baxacağıq. Çox yorulmuşduq. Zərflik nə zaman? Kəndə çatanda. Artıq burada bax, belə bir ifadə var və uşaqlara daha çox aldadız gəlir bu. Harda gördünsə feili bağlamanı, məsdərin, feili sifətin şəkilçisini, özündən əvvəldəki sözləri birləşdirir, hamısını tərkib əmələ gətirir. Amma burada mübtada var. Baxmaq lazımdır buna. Və yaxud da belə bir şey deyək. Sudan doyunca içdi. Düzdür? İçdi. Nə qədər içdi? Doyunca. Baxın, nədən içdi? Sudan içdi. Artıq sudan doyunca deyə bir ifadə yoxdur. Sudan içdi ifadəsi var. Oldu mu? Ona görə burada artıq tərkib yaratmamış olacaq. Yaxşı, diqqətli olmaq lazımdır bu məsələlərdə. Və yaxud da xarab olmuş meyvələri Zeynəb atdıq. Nəyə atdıq? Meyvələri. Hansı meyvələri? Xarab olmuş. Nə tərkib oldu burada xarab olmuş? Tərkib olmadı. Tərkib olmadı. Sabahın xeyir. Niyə görə? Çünki olmaq, etmək, eləmək feillərinin adlara birləşməsinlə meydana gəlir. Yaxşımı? Tərkiblərlə bağlı məncə o qədər sıxıntı olmaz. Düzdür? İndi gəlin sizə başqa bir məsələdən danışım. Sizə kimdən deyim? Koroğludan. Baxın, bəzi hallarda olur ki, ikinci tərəfdə məsdər olur və yaxud da feili sifəti olur, amma ismi birləşmə olur. Necə olur? Əgər əsas tərəfdəki məsdər söz birləşməsinə daxil olub və o birləşmə üçüncü növün düsturuna uyğundursa, bu olacaq artıq ismi birləşmə. Məsəl üçün, deyirəm ki, mənim oxumağım